bu günləri bizə qulaq asan abituriyent dinləyici. Siz onunla nə danışırsınız? Mən ona Və sonraki prosedur necə olur? Mən telefonda danışdığımda əlbəttə ki, birinci ilkin məlumatı verirəm, ixtisası, illik təhsil haqqını, soruşur universiteti və universitetdən hətta yəni saytını göndərirəm ki, bu saytdan baxıb universitet haqqında məlumat ala bilərsiniz. Əlbəttə ki, deyirəm ki, daha yaxşı, daha ətraflı istəyirsinizsə, bu üzbəüz daha yaxşı olar. Yaxınlaşın ofisə, üzbəüz oturaq, danışaq. Əgər artıq qərar veribsə qəbul olmağa, təbii ki, bu yəni müqavilə bağlanılır və müqavilədə mən göstərirəm ki, əgər məsəl üçün deyirəm, bu Xarkov Dövlət Aviasiya Universitetidirsə, mən müqavilədə göstərirəm ki, Xarkov Dövlət Aviasiya Universitetinə qəbul olur. Sifariş edən kimdir? Ya valideyndir, ya da tələbənin özüdür. 18 yaşı olubsa, əgər müqavilə bağlaya bilirsə, tələbənin özü ilə də bağlaya bilərik. Olmayıbsa valideyni ilə bağlayırıq. Yəni orada göstəririk öhdəliyimizi. Öhdəliyimiz bizim nədir? Yəni qəbul almaq. Təbii ki, biz öhdəliyimizdən daha çox şeylər eləyirik. Yəni ki, müqavilədə öhdəliyimiz bizim universitetlə bağlı yazılıb, amma sabah bir gün tələbənin bir insani problemi olanda, yəni bir oxuya bilməyəndə, təhsil ala bilməyəndə və ya valideyn olur da, belə hallar baş verir, zəng vurur ki, yəni bu 4 il ərzində siz sağollaşmırsınız, əksinə həmin insanla təmasda olursunuz, həmin tələbə ilə və valideynlərinə də mütəmadi məlumat verirsiniz.